Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlər üçün cəmi 2 ərzaqla yumurta dadı gəlmədən olduqca ləzzətli merenqe konfetlərinin hazırlama qaydasını paylaşacağım. Əminəm xanımlar, bu reseptini siz də çox bəyənəcəksiniz. Əvvəlcə qabın içərisinə 3 ədəd yumurta ağı, 200 ml stəkanla 1 stəkan şəkər tozu və 1 ədəd vanilin əlavə edib qarışdırıram. Ayrıca bir qazanda su qoyuram. Su qaynağa düşən zaman qabı qazanın üzərinə yerləşdirirəm. Elə etmək lazımdır ki, qabın aşağı hissəsi suya toxunmasın. Beləcə, şəkər tozu əriyənə qədər dayanmadan qarışdırıram. Ara sıra yoxlayıram, şəkər tozu əriyibsə qabı ocağın üzərindən götürürəm. Daha sonra isə mikserlə qarışdırıram. Əvvəl mikserin asta xodunda qarışdırıram, daha sonra isə sürətini artırıram. Yumurta ağı tamamilə ağarana qədər təxmini 7-10 dəqiqə qarışdırılır. Baxın, belə bir qatı kütlə alınır. Bu zaman üzərinə 1 dolu çay qaşığı qarğıdal nişastası və 1 çay qaşığı limon suyu tökürəm. Limon suyunu bir cimdik limon duzu ilə də əvəz edə bilərsiniz. Yenidən qarışdırıram. Ayrıca bir qablarda rəngdən istifadə etmişəm. Rənglər şirniyyat üçün istifadə etdiyimiz toz boyalardır. Üzərinə biraz su əlavə etdim. Sıxma torbasının içərisinə 1 ədəd gül formalı başlıq yerləşdirirəm. Qaşığın arxa hissəsini boyaya vururam. Daha sonra isə sıxma torbasının kənarlarına çəkirəm. Mən 2 rəngdən istifadə etdim. Siz zövqə görə başqa rənglərdən də istifadə edə bilərsiniz. Yumurta ağını sıxma torbasının içərisinə yığıram. 2 hissəyə bölürəm. Yarı hissəsini sıxma torbasının içərisinə tökürəm. Soba listinin içərisinə yağlı kağız yerləşdirirəm və bezəni yağlı kağızın üzərinə əlavə edirəm. Mən kiçik ölçülərdə hazırladım. İstəsəz zövqə görə böyük ölçüdə də hazırlaya bilərsiniz. Daha sonra soba listini əvvəlcədən 90 dərəcədə qızdırdığım sobanın içərisinə qoyuram. İndi isə digər hissəni hazırlayıram. Digər hissə üçün də başqa rəngdən istifadə etdim. Apelsin rəngindən istifadə edirəm. Yenə də boyanı qaşığın arxa hissəsinə vururam və torbanın içərisinə çəkirəm. Bezənin qalan hissəsini də sıxma torbasının içərisinə tökürəm. Bu dəfə də fərqli rəngdən və fərqli başlıqdan istifadə etdim. Bu qayda ilə hazırladıqdan sonra listi sobanın içərisinə yerləşdirirəm.
Gördüyünüz kimi, baxın, beləcə yerləşdirirəm. Həm alt hissəyə, həm də üst hissəyə qoyuram. 2 saata bezelər tamamilə quruyub hazır olur. Əgər bezeləri böyük ölçüdə hazırlasaz, quruma vaxtı arta bilər. Bezələrin hazır olub olmadığını bilmək üçün çıxaran zaman üzərinizə əlinizlə vurun. Əgər taqqıltı səsi gəlirsə və yaxud da yağlı kağızdan asanlıqla ayrılırsa, deməli bezelər hazırdır. Soyduqdan sonra boşqaba yığıb süfrəyə təqdim edirəm. İnanın xanımlar, dadına, ləzzətinə doyum olmayan ləzzətli konfetlər alındı. Hazırlayacaq hər kəsə nuş olsun. Sağ olun, görüşərik.